Məhərrəm matəm ayıdır. İmam Hüseynə məhəbbəti bu ayda qara paltara bürünməklə, əza libası geyinməklə bildirirsən. Qara bayraqlar asmaqla, qara parçalar vurmaqla. Bu ayda İmam Hüseyn əleyhissalamın məclislərinin mənası budur ki, insan məhəbbətini zahirə çıxardır, sərgiyə qoyur, göstərir. Məscidlərdə məclislər olur, çox gözəldir. Və haşiyə olaraq bunu demək istəyirəm ki, bu günlərdə ki, məscidlərdə mərasimlər var, 10 gün, 20 gün, 40 gün, Məhərrəm səfəri müxtəlif cür qeyd edirlər. Bunlar hamısı gözəldir, amma kimin imkanı var üstünlük versin həm də evdə olan kiçik məclislərə. Evdə olan məclisin xüsusi əhəmiyyəti var. Hansısa şəkildə onu xüsusiləşdirsin bu əzanı. Birinin maşını varsa qara bir şey assın maşının üstünə. Hamı bilsin ki, mən bugün əzalıyam. Bu əzanı gərək elan eləyəsən. Evinin qapısından bir qara bayraq assın, qara parça assın. Göstərsin bu məhəbbəti. Əllamə Təbətəbayinin sözüdür, avam adamın sözüdür ki, deyəsiniz ki, bu avam adamdır, üzr istəyirəm, ağlına nə gəlir onu danışır. Əllamə Təbətəbayıya heç kəs avam deyə bilməz. Keçən əsrin ən böyük fəlsəfə alimlərindən biri, bəlkə də deyərdim birincisidir, birincilərindən də ən azı. O deyirdi ki, o qara parçalar ki, evvüzdən asırsınız, məscidlərə asırsınız, and olsun Allaha ki, qiyamət günündə o qaralar sizə şəfaət edəcək. Onlar sizə şəfaətçi olacaq. Qiyamətdə görəcəksən ki, məscid məclisindən heç də az təsiri yoxdur evdə qurulan məclislərin. 5-6-10 nəfəri evə dəvət elə, heç imkanın yoxdur, imkan var, süfrə az, yoxdur, çay qoy qabağına, bir dənə Rozaxan, Nohaxan dəvət elə, İmam Hüseynin müsibətlərindən oxusun. Bunun çox əhəmiyyəti var. Evin içində uşaq da görür ki, nəsə vəziyyət dəyişib evdə. Uşaqlar qoy bu məhəbbətlə evdə tərbiyə alsınlar. Məhərrəm gələndə hiss eləsinlər ki, nəsə dəyişib. Yəni başa düşsünlər ki, bu ailəmin dərdidir, mənim şəxsi dərdimdir, təkcə ümumi dərd deyil. Bu hər bir adam onu şəxsi dərdi kimi qəbul eləsin. Fərdi dərdi kimi qəbul eləsin. Mən eşitmişəm keçmişdə Şam-ı Qəribanda evlərdə işığı söndürərlərmiş, şam yandırarlarmış. Uşaq gözünü açandan bu ruhiyyədə böyüsə, vallah gələcək nəsil heç zaman əldən çıxmaz. Necə ki, indiki nəsil bəzən görürsən, azğınlığa tərəf meyllənir. Hüseynin məhəbbəti sığortalayır insanın imanını. Təkcə mərasim şəklində yox, həm də xüsusi şəxsi dərd kimi bunu qeyd eləyəsən. Hamı görsün ki, mənə dərd üz verib. Qara köynək niyə deyiblər? İlin bütün günlərində qara köynək giyinmək məkruhdur, bəyənilmir. Yeganə aydır ki, təkid eləyiblər ki, qara giyinin. Niyə? Çünki göstərəsən ki, mən şəxsən dərd içindəyəm. Məscid məsələsi deyil, moizə məsələsi deyil. Mən şəxsən mənə müsibət üz verib, mənim halım dəyişib bu ayda. Ayətullah Haqşünas var idi, o deyirdi ki, həmişə tapşırardı, gündə bəzən neçə dənə məclis oldu, heç zaman yox deməzdi. Alimlərin görürsən, vaxtı olmur məclisə, hər yerə getməyə, amma deyir, Hüseyn məclisi harada var idi, 5-6 nəfər də evdə olsa, özü gedərdi, həmişə də təkid eləyərdi ki, hacətləri üz olanda o kiçik məclislərə pənah aparın, çünki o riyasız məclislərdir. Hayküyün içində bəzən görürsən ki, insan özünü itirir. Amma sadə məclisdə insan hiss eləsə ki, Əhl-i Beytin nəzəri buradadır, o çox mühümdür. Mən bunu keçən ildə danışmışam. İmam Sadiq əleyhissalamın tələbələrindən biri deyir, mən dərsə gəlmədim bir neçə gün. 5-6 gün dərsə gəlmədim, sonra dərsə gəldim. İmam Sadiq əleyhissalam soruşdu ki, filan kəs haradaydın, dərsə gəlmirdin? Mən cavab verdim ki, ağa, mən evdə sizin cəddüvüz İmam Hüseyn əleyhissalama məclis təşkil eləmişdim. Bir mərsiyə xan, mərsiyə oxuyan dəvət eləmişdim. 5-6 nəfər də sizi sevənlərdən 10-15 nəfər, bilməm neçə nəfər çağırmışdım. O məddah oxuyurdu şeirlərdən, Əhl-i Beytin, İmam Hüseynin müsibətindən, biz də ağlayırdı. İmam Sadiq əleyhissalam buyurdu ki, mən bilirəm, xəbərim var, özüm səndən soruşdum ki, dilimdən eşidən, mən özüm də gəlmişdim o məclisə, orada iştirak elədim. Dedi, hə, mən bir nəfəri gördüm, amma elə bil üzü bağlamışdı, sizə oxşatdım.
bilmədim dəqiqsiz söz. Dedi, yox, mən elə özüm idim gəlmişdim. Dedi, ağa, bəs üzr istəyirəm sizdən, niyə məclisin yuxarı başına keçmədi? Bu məclisin getdiniz lap kəndarında, ayaq tərəfdə oturdunuz. Onda İmam Sadiq cavab verir ki, sən məclisin ancaq zahirini görürsən. Amma mənim gözümün önündən pərdələr çəkilib, mən məclisin həqiqətini görürəm. Məclisə ayaq qoyanda gördüm, anam Zəhra məclisdədir. Anam Zəhranın ehtiramına məclisin ayaq hissəsində oturdum. Başına keçməyə anam Fatimə Zəhranın ehtiramına cürət eləmədim. Bir alim deyirdi ki, Əhl-i-Beyt ayrı seçkilik salmaz. İmam Zaman nəzər eləyəndə nə qədər ki məclis var, fərqi yoxdur neçə nəfərlidir, hamısına nəzər eləyər. Bütün məclislərə. Bunu da mən keçən illərdə danışmışam. Bir alim deyir, minbərdən gəlirəm, Məhərrəmin bu 10 gününün içində ki, alimlər adətən məşğul olur. Mən məsciddə deyib, böyük bir məclisdən qayıdıram, çox yorğunam, moizə eləmişəm, danışmışam, roizə oxumuşam. Qayıdıram, gördüm ki, bir neçə cavan uşaq da demərəm, hədd-buluğa çatmamış uşaq. Çox balaca, kiçik uşaqlardır. Mənə tərəf gəldilər, dedilər ki, ağa, xahişimiz var. Dedim, nədir? Dedi ki, biz bir çadır qurmuşuq, xeymə qurmuşuq İmam Hüseyin adına. Ehsan düzəltmişik, çay ehsanı. Amma kimə deyirik, gəlsin bizim məclisdə söhbət eləsin, roizə oxusun, heç kəs qəbul eləmir. Görürlər, biz az yaşlı uşağıq, əhəmiyyət vermirlər. Xahiş eləyirik, nə olar, sən gələsən, bir neçə cümlə danışasan, biz də qulaq asaq. Deyim, mən çox yorğun idim, amma qəbul elədim. Oturdum, söhbət elədim, çox da gördüm, qəribə halı var məclisin. Ondan sonra deyim, mən məclis qutardı, bunlar çay gətirdilər. Çay gətirəndə mən baxdım çayın stəkanına, gördüm ki, biraz elə bil təmiz yumayıblar bunu, uşaqdılar. Gördüm, çirklidir, içməyə ürəyim gəlmədi o çaydan. Ürəyim istəmədi. Ehsan istifadə eləmədim, getdim. Deyir, həmin gecə yatdım, yuxuda xanım Fatimə Zəhranı gördüm. Həzrəti Zəhra mənə dedi ki, sənə təşəkkür edirəm ki, mənim oğlum Hüseynin məclisində iştirak elədim. Amma bir gileyim var səndən. Gileyim də budur ki, niyə mən sənə çay verdim, sən içmədin? Niyə mən sənə çay verdim deyəndə mən başa düşdüm ki, bu məclisin əsl sahibi xanım Fatimə Zəhra. Harda olursa olsun, bu məclislərin sahibi xanım Fatimə Zəhra özüdür. Bu ayda gərək zahir eləyəsən, məhəbbəti zahir eləyəsən bu məclislər şəklində. Necə Ramazan ayında bayram namazı təzahür eləyir bizim vəhdətimizi, bizim cəm şəkildə gedib ibadət eləyirik. Bu ayında fitr günü onun Aşura günüdür. Aşurada təzahür eləyirsən, əzəmətli şəkildə göstərirsən İmam Hüseynə bağlılığı. Məhərrəmin həzlə də fərqi var. Həzlə Məhərrəmin fərqində bircə bu kifayətdir ki, bunu deyək ki, İmam Hüseyin əleyhissalam həccini yarımçıq qoydu, getdi Kərbəlaya. O ilə bildirdi ki, mənim bu mübarizəm həccdən çox mühümdür. Həcc nə qədər əzəmətlidir. Həcc o qədər əzəmətlidir ki, Allah Quranda dəvət eləyir. Buyurur ki, ömürdə bircə dəfə həcc vacibdir. Həcci ömürdə bircə dəfə düz yerinə yetirsən, ölənə qədər bəsündür. Həcc bu qədər əzəmətlidir. Həccə gedənlər görüblər, Allah hamıya qismət eləsin, getsin, görsün o mənzərəni yaxından ki, necə milyonlarla insan axışıb gəlib, orada o mərasimləri yerinə yetirirlər. Həcc o qədər əzəmətlidir, amma İmam Hüseyin əleyhissalam o əzəmətli olan həcci tərviyə günü, cəmaat Ərəfata çıxan günü, bilirsiniz şəriətimizdə var ki, o gün Məkkədən çıxmaq haramdır. Cəmaat ehrama girir, Ərəfata gedir, İmam Hüseyin əleyhissalam çıxır Məkkədən. Çünki imamdır, şəriətin sahibi odur. Şəriət burada əhəmiyyətini itirib. Çünki din bütövlükdə təhlükədədir. Həcc təhlükədədir, namaz təhlükədədir, oruc təhlükədədir. İmam Hüseyin həccini yarımçıq qoyub Kərbəlaya tərəf gedir. Bununla bildirir ki, mənim bu mübarizəm həccdən çox əhəmiyyətlidir. Həccdən çox mühümdür. Cəmaat gedir Ərəfatda dua eləməyə, İmam Hüseyin deyir, mən sabah gedirəm, kim ürəyinin qanını bizə hədiyyə eləmək istəyir, Bismillah buyursun gəlsin, mən sabah hərəkət eləyirəm. İmam Hüseynin Kərbəlası o qədər əzəmətlidir ki, ehkam onun üçün çox kiçik bir şeydir. Ehkam onu ifadə eləyə bilməz. Orada bütün şeylər xoşluqla nəticələndi. Sonu xoş oldu. Susuz qaldı, sonunda su tapdı. Amma Əlyəsxərin anası
Həzrəti Rubab su üçün gəzəndə ox atdılar, Həzrəti Əlyəsxarın boğazına sancıldı. İndi gəl bunu ehkam halına sal, bunu hansı şəkildə əməl eləyəsən? Nə deyəsən, hacılara deyəsən, Rubabı yad eləmək üçün oğlanlarınızı gətirin, qurban verin. O qədər əzəmətlidir ki, ehkam çərçivəsinə sığmır İmam Hüseynin Kərbəlası. O aparır qurbanını kəsməyə, bıçaq kəsmir, amma bunun qurbanları gözünün qarşısında hamısı doğranır. O şeytana daş vurur, amma şeytan cürət eləmir İmam Hüseynə vəsvəsə eləsin ki, oğlu göndərmə meydana. Çünki Əli Əkbər meydana icazə istəyən kimi yeganə adam Əli Əkbər idi ki, İmam Hüseyn hamısına deyirdi ki, qal, diyan, amma Əli Əkbər istəyəndə bir cümlə diyan demədi. Dedi, ata icazə ver gedim meydana, İmam Hüseyn dedi, buyur. Heç fürsət vermədi şeytana ki, gəlsin İmam Hüseyn əleyhissalamı vəsvəsə eləsin. Həcc özü ona görə həccdir ki, imamət var, imamətə beyyət. Görürsünüz, Peyğəmbər həccdən sonra Qədirxumda Əli əleyhissalama beyyət alır. Həccin ruhu imamətdir, həccin ruhu Kərbəladır. Bir alim deyirdi ki, necə böyük şəhərlərin maketini düzəldərlər, baxarsan. Bir də həcc Kərbəlanın maketidir. Həcc Kərbəlanı ancaq ehkam şəklində təsvir eləyə bilər. Həcc imamətlə təkmilləşir. Bütün bu əməllər ki, təvaf elə, səy elə, Ərəfata ged, nə üçündür ki, təmizlənəsən, gəlib Məhərrəmdə yaxşı əza saxlaya biləsən İmam Hüseynə. Bir adamın İmam Hüseynə əzası yoxdursa, onun heç nəyi yox. Bir adam İmam Hüseyn əzasını başa düşməyibsə, İslamdan heç nə başa düşməyib. İslam Peyğəmbərindən üstün insan yoxdur. İbn Abbasdan maraqlı bir hədis var. Deyir, istisnasız olaraq, istisnasız hər zaman ki İmam Hüseyni görürdü, Peyğəmbər ağlayırdı, istisnasız. Elə vaxt olmadı ki İmam Hüseynə gözü sataşa, gözündən yaş gəlməyə. Və bu təkcə babanın nəvəyə məhəbbətidir. Bu böyük bir fəlsəfənin ifadəsidir. Bu əzadarlığın içində böyük mənalar yatır. Peyğəmbər onu hamıdan yaxşı başa düşür. Bu ay çox əzəmətli aydır. Hər birimizin qəlb evinə İmam Hüseyn daxil olur. Hamımızın baxmır, yaxşı adamıq, pis adamıq. Bu ayın möcüzəsi bundadır. Yaxşı pisi burada araşdırmırlar. Hər kimin ürəyində nə varsa ona baxmır İmam Hüseyn. Təkəbbür olan ürəyə də girir, dünya olan ürəyə də girir, çirkin qəlbə də girir, daxil olur qəlbə. Gəlir bizim ürəyimizdəki Yezidlə mübarizə aparmaq. Gəlir daxil olur ki, qəlbimizdəki Yezidi öldürsün. Bizdən tələb olunan bilirsiniz nədir? Tələb olunan budur ki, İmam Hüseynin mane olmayaq. Qoy girsin qəlbimizə və o Yezidin işini bitirsin ürəyimizdə bir dəfəlik. Amma təəssüf ki, küfəlilər kimi biz hər dəfə onun qabağını alırıq, qoymuruq, onu köməksiz qoyuruq. Ona görə də o gedir, Məhərrəm gedir, yenə ürəyimizdə o Yezid baş qaldırır. Nəfs bir Yeziddir ki, insanın ürəyində. İmam Hüseyn hər ay Məhərrəmdə daxil olur, onun işini bitirsin. Biz çox zəhmət çəkib İmam Hüseyn ağaya mane oluruq. Məhərrəm gəlsə, getsə, insan İmam Hüseyn əleyhissalamın məhəbbətinə şərait yaratsa özü, bizdən biraz o tələb olunur ki, yenə deyirəm, imama mane olmayaq, qəlbimizi onun ixtiyarında qoyaq, 180 dərəcədə dəyişərik. Düzəlmək üçün qiyamətdə bu sözümə cavab deyəm. İnşallah hamımız orada görüşəcəyik. İnsanın islahı üçün il ərzində ən münasib fürsət Məhərrəm ayındadır. İnsan burada düzəlmədisə, düzəlməsinə ümid yoxdur.